almost 6 or 7 year partnership with Azerbaijan is because of our confidence in the country, in its investments in human capital. And that's a very important distinction from what other countries are thinking about in terms of their strategies. So I think there's great potential. And again, the knowledge that resides in the university here in science and technology, in the oil and industry. Mən sevinirəm ki, məhz bu Azərbaycanda olur. Çünki Azərbaycanda doğrudan da təhsildə böyük inkişaflar var, xüsusilə universitet sahəsində və Avrasiya universitetlərinin bizdən öyrənmələri və bizim də onlardan öyrənmələrimizdə çox böyük üstünlüklər var. Düşünürəm ki, belə tədbirlər çox tez-tez keçirilməlidir. Çünki təhsil dialoqları mütləq olmalıdır. Bəzən yaxşı verilən suallar növbəti etapda artıq layihələrə çevrilir, təkliflərə çevrilir və doğrudan da bəzən təhsildə inkişafa təkan olur.